özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Allah Taala bu cümə günün xeyir və bərəkətindən bütün müsəlmanlara inayət etsin. Allah Taala bütün müsəlmanların dualarını, ibadətlərini, itaətlərini qəbul etsin. İnşallah. Allah Taala cümləmizə təqva ilə yaşamağı, təqvalı olmağı və təqva ilə bu dünyadan köçməyi nəsib etsin. Bugün bir xüsusi gün olduğu üçün elə mövzumuz da xüsusidir. Bildiyimiz kimi sabahları 27 sentyabr anım günüdür və bugün sabah ölkəmizdə bilirik ki, müxtəlif tədbirlər olur və bugünkü gündə inşallah cümə günü biz elə anım günü barəsində 44 günlük müharibə barəsində danışacağıq və əlbəttə ki, biz bu həmin hadisəyə Quran-ı Kərim ayələri ilə və Peyğəmbərimizin hədisləri ilə diqqət yetirəcəyik. Bildiyimiz kimi, xalqımızın düşməni, millətimizin düşməni, açıq-aşkar düşməni Ermənistan və ermənilər illərdən bəri bir sıra təcavüzlər ediblər. Müxtəlif tarixlərdə bu baş verib və ən son tarixdə torpağımızı, vətənimizi işğal ediblər. Atəşkəs olmasına baxmayaraq ara-sıra hücumlar olurdu. Dinc əhaliyə qarşı güllələr atılırdı və əlbəttə ki, hamı gözləyirdi ki, bu işin nəticəsi nə olacaq? Hamı gözləyirdi. Düzdür, biz dualar edirdik. Dualar edirdik ki, Allah Taala torpaqlarımızı azad etsin. Amma bu azadlıq istiqamətində bir şey görünmürdü. Azadlıq istiqamətində bir şey görünmürdü. Və hətta bəzi insanlarda deyək, bu cür məyusluq yaranmışdı ki, görürsən, həqiqətənmi bu torpaqlar azad olacaq? Və ən son 2020-ci ildə, 2020-ci il sentyabrın 27-sində yenə Ermənistan silahlı qüvvələri növbəti təxribat törədirlər. Növbəti təxribatın qarşısını almaq məqsədi ilə müzəffər ordumuz, rəşadətli ordumuz Ali Baş Komandanın əmri ilə əks hücum nəticəsində düşmən tapdağı altında olan torpaqlarımızı işğalçılardan azad etdilər. 44 gün davam etdi bu müharibə. Və əlbəttə bilirəm ki, siz, biz, hamımız o xəbərləri izləyirdik. Hansı torpaqlar azad olunub, səbirsizliklə gözləyirdik və xəritədə göstərilirdi ki, ordumuz hansı istiqamətdə hücuma gedir. Hamı həyəcanlı idi və hamı qələbəni arzulayırdı, hamı qələbəni gözləyirdi. Əlbəttə, bu əminliyi bizə yaradan ilk öncə Allaha olan inanımız idi, imanımız idi və bilirdik ki, Allah Taala bu işdə bizlərə müvəffəqiyyət nəsib edəcək. Nə üçün? Çünki Quran-ı Kərimin ayəsindən ruh alırdı. Məsələn, dünən yox, sırağı gün biz Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən keçirilən bir tədbirdə iştirak eləyirdik. Anım günü ilə bağlı. Orada bir millət vəkili danışdı. Həmin millət vəkili dedi ki, onun dostu iştirak edirdi müharibədə. Dedi, bizim olduğumuz batalyonda əksəriyyət inanclı insanlar idi. Əksəriyyət inanclı insanlar idi və siz özünüz də şahid idiniz ki, həmin vaxtlarda cəmaat namazının qılınması, ondan sonra mərsiyə deyilməsi bir növ insanlara mənəvi ruh yüksəkliyi verirdi. Bəli, Allahın köməyi ilə biz bu qələbəni qazandıq. Quran-ı Kərimdə Ali İmran surəsinin 160-cı ayəsində Allah Taala buyurur: İn yənsurkumullah. Əgər Allah sizə kömək etsə, fəla qalibə ləkum. Heç kəs sizə qələbə qazanmaz. Heç vaxt siz məğlub olmazsınız. Bu ayədə Allah Taala iman əhlinə bir daha göstərir ki, hər kəs Allaha təvəkkül etsə, Allaha bel bağlasa, mütləq şəkildə
qələbə qazanacaq. Və o cümlədən Cənab Prezidentin, Ali Baş Komandanın apardığı uğurlu siyasət nəticəsində həm ordumuz qüvvətli, həm iqtisadiyyatımız güclü idi və həmin bir vəziyyətə getirmişdi ki, bu müharibənin qələbəsi sözsüz olsun. Və o cümlədən şəhidlərimizin, qazilərimizin, hərbiçilərimizin apardığı böyük fədakarlıq bizi qələbəyə doğru apardı. Ərazi bütövlüyümüz təmin olundu. Bu nəinki ölkəmizin tarixində, mən deyərdim İslam tarixində böyük bir iz oldu ki, müsəlmanlar 30 ilə yaxın işğal olunmuş torpaqlarını işğalçılardan azad etdilər. Və bugün biz şahidik ki, bir sıra ölkələr öz müstəqilliyini tam şəkildə, ərazi bütövlüyünü təmin edə bilmirlər. Və nə qədər əziyyət çəkirlər bundan bağlı. Və neçə ölkələr olub ki, yüzillərlə hansısa qərb ölkəsinin müstəmləkəsi altında yaşayıblar. Müsəlman ölkələrindən biz danışırıq. Və biz ərazi bütövlüyümüzü və o cümlədən ədaləti bəzən insan gözləyir, Allah Taala onu bərpa eləsin. Bəzən öz haqqını özü tələb edir, öz haqqını özü istəyir. Bilir Allah Taalanın ədaləti var, Allahın ədalət məhkəməsi var. Amma özü öz haqqına doğru gedir. Necə ki, Quran-ı Kərimdə Allah Taala Ər-Rəd surəsində buyurur ki, əgər bir xalq, bir toplum, bir qövm öz halını dəyişməsə, Allah o toplumun halını dəyişməz. Gərək insanlar bunun istiqamətində özü bir addım atsın ki, Allah Taala müvəffəqiyyət nəsib etsin və eləcə də ədalət bərpa olundu. Milli ləyaqətimiz bərpa olundu. Bilirik ki, bu həmin işğal zamanında ana bacılarımız, qız gəlinlərimiz, körpə uşaqlar, yaşlılar, cavanlar hamı əziyyət çəkib. Və onların əsirlik dönəmində olan zaman, xatırlayırsınızsa, mən xütbələrimin birində bu barədə danışmışdım. Allah rəhmət etsin, Allahverdi Bağırov milli qəhrəmanımıza o əsirləri azad etdiyi zaman əsirlərin içərisində bir Xocalı sakini var idi, bir xanım var idi ki, bu həmin yaxın müddətdə vəfat etdi, dünyasını dəyişdi. Hələ onun vəfatı zamanı mən xütbələrin birində danışmışdım. Çəkiliş gedir, bəlkə siz də izləmişsiniz, sosial şəbəkələrdə, internetdə vardı bu. Çəkiliş gedir, əsirləri azad edir Allahverdi Bağırov. Çəkiliş zamanı operator həmin əsirlərdən soruşur ki, sizə işgəncələr oldu mu? Allahverdi Bağırov deyir ki, soruşma günah, danışma bu barədə. Yəni, insan əgər bir mənəvi sarsıntı keçirdibsə, ikinci dəfə onu təkrar soruşmaqla o həmin hadisəni yaşatma günah ona. Bilirik ki, düşmən çox şərəfsiz idi, çox alçaq idi. Allah rəhmət etsin, Çingiz Mustafayev Xocalı faciəsində həmin kadrları lentə alıb, hamımız o hadisələri televizorda görmüşük. Bəli, milli ləyaqətimiz bərpa olundu. Və ən əsası, necə ki, Quran-ı Kərimdə Allah Taala vəhdəti istəyir bizdən, xalq və dövlət arasında bir vəhdət oldu. Xalq və dövlət arasında olan vəhdət bizi qələbəyə doğru apardı və səbəb oldu ki, 3 rəngli bayrağımız həmin işğaldan azad olan torpaqlarımızda dalğalandı. Məscidlərimiz, müqəddəs məkanlarımızda azan sədaları ucaldı və hamı sevindi. 44 günlük müharibənin ardınca antiterror əməliyyatı. Hamı soruşurdu ki, bəs Xankəndi nə üçün azad olmadı? Bəs Xocalı nə üçün azad olmadı? Bir sıra hissələr qalmışdı ki, ermənilər oranı tərk etməmişdilər. Hamı deyirdi ki, bəs nə oldu? Qələbəmiz yarımçıq oldu. Belə bir ifadələr işlədirdilər bəzi insanlar. Amma bir daha dövlətimiz, bir daha ordumuz isbat etdi ki, bütöv Azərbaycan və həmin Şuşa məscidində azan sədaları
ucaldı. Əşhədü ən la ilahə illallah. Əşhədü ənə Muhammədən Rəsulullah. Allahümmə salli əla Muhammədin və ali Muhamməd. Əşhədü ənə əliyyən vəliyullah sədaları ucaldı həmin məscidlərdə. Bilirik ki, görmüşdünüz və o həmin məscidlərdə heyvan saxlayırdılar, hörmətsizlik edirdilər. Şəriətimizdə bu cürdür ki, əgər məsciddə hər hansısa bir hörmətsizlik olubsa, məscidin divarında, məscidin içərisində vacibdir hər bir müsəlmana ki, əlində olan işini açsın, o həmin məscidin təmizliyi ilə məşğul olsun. Bu şəriətimizin qaydasıdır, qanunudur və o həmin məscidlər təmir olundu. Zəngilandakı məscidimiz ilk öncə o təmir olundu və ondan sonra son olaraq Hadrutda olan məscid təmir olundu və bu bizim ölkəmizin, dinimizin uğrudur, dinimizin qələbəsidir ki, həmin məscidlərdə azan sədaları yüksəldi. Və xüsusi olaraq qeyd etmək istəyirəm ki, burada şəhidlərimizin və qazilərimizin böyük zəhməti və fədakarlığı oldu ki, Allah Teala'dan onlara böyük əcir və mükafat diləyirik.